Kopenhagen görüşü zamanı Ermənistan və Azərbaycan liderləri Tramp marşrutu üzrə ilk növbədə elektrik ötürücü xətləri ilə qaz kəmərinin tikintisini müzakirə ediblər. AP Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə tərəflər ilk olaraq məhz bu infrastrukturların daha da reallaşdırıla biləcəyi barədə müəyyən anlaşmaya gəliblər. Gizlətməyəcəm. Kopenhagendə Azərbaycan prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərini və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür, deyə Paşinyan qeyd edib. Baş nazir əlavə edib ki, növbəti müzakirələr layihənin konturlarını daha da dəqiqləşdirəcək və ümumilikdə layihənin icrasına maneə görünmür. Qeyd edək ki, bu il oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Görüşdə tərəflər ABŞ prezidenti Donald Trumpın təşəbbüsü ilə keçirilmiş Vaşinqton sülh samitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar. Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIP layihəsini müzakirə ediblər. Vaşinqton bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıblar və təmasları davam etdirmək barəsində razılığa gəliblər.